Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə radiator çəkirik. Gördüyünüz kimi bu bizim bir otağın radiatorudur. Ev təmirli olduğu üçün bu formada çəkirik. Plintusun üstündən səliqəli və göyçək. Görürsünüz də nə gözəl görsənir. Bəzi adamlar deyir ki, ev remontda olduğu üçün ev dağılır, nə bilim nə olur, nə edir. Ancaq elə deyil. Burada da göstərdiyim bax, budur bizim bu formada 40 santimdən bir də xanatları vururuq ki, yəni turba sinəndə əyilməsin. Həm turbanı istiliyi evi silir, evdə qalır, həm də ki əla istilik almaq olur. Bitkiyə getmir, rasxod olmur, qaz sərfiyyatı az olur. Bu da bizim digər radiatorumuzdur. İnşallah yavaş-yavaş çəkirik. Çəkib tamamladıqca paylaşacağım. Baxarsınız.